Hacı Arif bizim xalqımızın əziziydi, xalqımızın sevimlisiydi. Həm ədəbiyyatımızda, həm din aləmində, İslam aləmində danılmaz bir iz buraxmış şair idi. Mən Hacı Arif haqqında bir dənə söz deyə bilərəm ki, mən çox üzr istəyirəm xalqımızdan ki, bu xidmətimdə özümdən danışmaq istəyirəm ki, bu xidmətimdə çox layihələrim olub. Amma ən yadda qalımlı və Azərbaycanda ən çox sevilən layihəm mənim Hacı Arif Buzonalı ilə bir verilişdə olmuşam ki, onun mənəvi bir çıxışı ilə mənim də bir mənəvi ifam olub. Allah onu rəhmət eləsin, Allah onun ruhunu şad eləsin. Hacı Arif doğrudan da əvəz olunan bir şair deyildi. Təkcə Arif Buzonalı deyəndə bütün Türk aləminə, bütün Azərbaycanı demək olar təmsil edirdi. Xaricdə bütün ölkələrdə, konferanslarda, şeir məclislərində, iclaslarda, istəyir Türkiyə olsun, istəyir İraq olsun, istəyir İran olsun, bütün demək Almaniyada olsun, Moskva, nə bilim, sayaram yadımdan çıxır bəzi yerləri. Demək olar ki, hər yerdə onun öz xətti, öz dəsti xətti var idi. Arif gəncləri qabağa çəkən idi. Dərs keçirdi. Həftədə bir dəfə bu zonada Xəzər bölməsi var. İndi də uşaqlar burada var. Cavanları yığırdı. Onlara şeir, əruz öyrədirdi. Ərəbsə Allah onda Arifdə vergi idi bu. İlahi bir istedadı idi. Ərzul ustadı idi. Ədəbiyyatın nəzəriyyəsini güclü bilirdi. Qeyri-adi bir təbə malik idi Arif. Şeirin elə bir növü yox idi ki, Arif bu növdə yaza bilməsin. Şeirin bütün növləri, əruzdan əlavə hecadə, hansı növüdür basarırdı. O bir ilahi zatında, fitrətində ilahi bir vergi var idi. Hacı Arif dostumuz idi. Doğrudan da həyat belədir də. Yaxşı kitabı da var məndə. Biz bir 2 il bundan qabaq onun Mərdəkanda yaradıcılıq gecəsi keçdi. Orada iştirak elədik. Çox belə diqqətli adam idi. Özü söz deyən. Nəyə görə ki, alimlər görmüşdü. Əsas odur ki, alimlər, dövrün alimlərini görmüşdü. Biz onu özü ziyalı olan yerdi. Orada musiqiçilər olub, biz ona da sənət adamları olub. Elin hörmətini qazanmaq hər adamın işi deyil. Məhəmməd Hadinin bir sözü var. Elmin, hünərin varsa buyur gəl, yoxsa bu aləmə olma bir əngəl. Hacı Arif elmli, hünərli bir adam idi. Bu az yaşında o demək olar ki, çox şeylə əldə eləmişdi. Amma ömür vəfa eləmədi. Allah ona rəhmət eləsin.